Deməli, birinci sualdan başlayırıq. Eylerver diaqramından tələblərə nəzərə alıb cümlələrlə bağlı doğru fikirlər müəyyən edin. Zirvələrdə yol alıb gələn dağ çayının qolu meşənin içərisindəki taladan keçirdi. Uşaq çayın qırağındakı təpədə yoldaşları ilə oynayırdı. Deməli, bizə nə istəyir? Düzgün fikirləri istəyir. Doğru fikirləri istəyir. Tərkibində düzəltmə sifətinin işləndiyini əminliklə deyə bilərik. Baxırıq, birinci cümlənin altında yazılır. Baxırıq, zirvələrdə yol alıb gələn dağ çayının qolu meşənin içərisindəki taladan keçirdi. Deməli, içərisindəki burada sifətdir. Amma eyni ikinci cümləyə də baxırıq. Uşaq çayının qırağındakı təpədə yoldaşları ilə oynayırdı. Qırağındakı burada da sifət var. Deməli, birinci fikir hər iki cümləyə aiddir. Ona görə də bunu birinci cümlənin altına yazıldığına görə biz bunu götürmürük. Gərək bunu ortaya yazardılar. Sonra ikinci fikir baxırıq. Təşriflənən feil quruluşda düzəltmədir. Feilə baxırıq. Keçməkdən keçirdi. Nə edirdi? Keçirdi. Deməli, burada nə edirdi deyəndə hansı qrammatik şəkilçi sualda varsa, yəni sualda hansı şəkilçilər varsa, onlar qrammatik şəkilçilərdir. Ona görə də düzəltmə deyil, sadəcə ikinci fikir səhvdir. Ona görə götürmürük. Yalnız qrammatik mənası olan sözə də rast gəlinir. Bu yazılıb ikinci cümlənin altına baxırıq. Uşaq çayın qırağındakı təpədə yoldaşları işə oynayırdı. Deməli, ilə burada köməkçinin hissəsi yalnız qrammatik mənaya malikdir. Ona görə də bu fikir düzdür. Amma baxaq birinci cümlədə varmı? Birinci cümlədə görmürük. Deməli, bu fikir düzdür. Götürürük. Müəyyən yelik halda işlənən isim vardır. Müəyyən yelik halda işlənən isim baxırıq. Çayının qolu, bəli, isim var. Sonra çayın qırağındakı burada da isim var. 4 düzgün fikirdir, amma hər ikisinə aiddir. Ona görə də bu olmalıdır ortada. Ona görə də bu fikri götürmürük. Məsbə şəkilçisi qəbul edən, lakin isim olmayan söz işlənmişdir. Baxırıq, burada meşənin içərisindəki, bir də çayın qırağındakı 2 dənə söz var. İkisində də məsbə şəkilçisi var, amma ikisi də nədir? Sifət demişdik. Ona görə də bu fikir düzgün fikirdir. Cavabımız nə oldu? 3-5 A variantı. Baxaq növbəti suala. Müstəqillik sözünün fonetik təhlilində səhvi müəyyən edin. Nə istəyir? Səhvi. Birinci mütləq surətdə nəyi yazırıq? Bunun düzgün tələffüz formasını yazırıq. Deməli, müstəqillik. Deməli, burada demişik, s, t, f, t, ş, t, x, t-da t nəyə keçməlidir? D-yə keçməlidir. Burada s, t-da t, d-yə keçdi. Tərkibində 3 sonor samit səs işlənmişdir. Baxırıq. 1, 2, 3. Bəli, düz fikirdir. Sait səslərdən biri açıq, 3-ü qapalıdır. Baxırıq. Ə açıqdır. 1, 2, 3 dənə də qapalıdır. Bəli, düzdür. Quruluşa sadə sözü baxırıq. Müstəqil sözündən müstəqillik yaranıbdır. Bunu qırmızı ilə eləyək ki, görünsün. Deməli, müstəqil sözündən müstəqillik yaranıbdır. Görürük düzəltmədir, amma burada nə yazılıbdır? Burada yazılıbdır ki, sadədir. Deməli, səhv fikirdir. Bəli, səhv fikirdir. Amma bizim cavabımız deyil. Niyə? Çünki məndən nə istəyir? Fonetik təhlil istəyir. Bu isə leksik təhlilə aiddir. Biz fonetik təhlildə sözün quruluşuna baxmırıq. Ona görə də bu fikri götürmürük. Mənim cavabım deyil. Ahəng qanuna tabedir. Bəli, tabedir. Düzdür. Deyiliş yazılış arasında bir fərqli məqam var. Deyiliş yazılış arasında 2 fərqli məqam var. T-dıya keçdi. K-da x-tırxa keçdi. Ona görə cavabımız nədir? Y variantıdır. Deməli, növbəti suala baxırıq. Düzəltmə sözlərinin neçəsi əmr cümlənin xəbəri ola bilməz. Biz bilirik ki, əmr cümlənin xəbəri olması üçün yalnız hansı şəkildə olmalıdır? Əmr şəklində olmalıdır. Burada bizdə yaşadıqla bilirsə, hansı şəkildə? Xəbər şəklində. Ona görə də neçə dənə söz ola bilməz? 2 dənə söz ola bilməz. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Böyükdür. Hansı dərəcədədir? Adi dərəcədədir. Payıza ekdiyimiz ağacı artıq böyükdür, adi dərəcədə. Dəniz kənarından xırdaca qumlar var idi. Burada cacə var, bu oldu çoxaltma dərəcəsi. Gün batmağa yaxınlaşanda səmanın üzü açıq qırmızı günəş şüası bürümüşdü. Burada açıq qırmızı isə nədir? Azaltma dərəcəsindədir. Deməli, buna uyğun olaraq da nə etməliyik biz? Uyğunlaşdırmalıyıq. Yollar büsbütün qarla örtülmüş. İlk baxışda büsbütün bizə çoxaltma dərəcəsi kimi görünə bilər, amma bu sifət deyil, zərfdir. Ona görə də A variantı bizə aid deyil. Ağac əyildi, sındı, igid əyildi, öldü. Burada bizim sifətimiz igiddir. Deməli, hansı dərəcədən? Adi dərəcədən. Ona görə də bu getdi, 1 getdi B-yə. Bu dəniz
dənizin duzluluğu nisbətən çoxdur. Çox vaxtda biz bunu duzludur, ona görə də sifət götürürük, amma burada axırıncı şəkilçiyə baxmalıyıq. Duz sözündən duzlu sifəti, amma duzluluqdur bu. Bu nə yaradıbdır? İsim, ona görə bu cavab mənim işimə yaramır. Onun açıq sarı saçları çiyinləri tökülmüş. Açıq sarı. Bu hansı dərəcədə? Azaltma dərəcədə. Deməli, getdi D3-ə. Zorbacadır baldırım, sındıra bilməz məni heç ildırım. Burada zorbacadır. Hansı dərəcədədir? Çoxaltma dərəcəsində. Caca çoxaltma dərəcə şəkilçisi də. Ona görə də getdi 2Y-yə 1B, 2Y, 3-də D oldu. Deməli, cavabımız oldu D variantı. Keçik növbəti suala. Tünd qara hərflərlə verilmiş sözlərin təhlili ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uşaqlar oyunda ipləri bir düyməli idilər. Yəni, düyməli, nə etməli düyməli? Bu düyün vurmaq mənasındadır. Köynəyi düyməli bir ağsaqqal birdən adamların içərisindən çıxıb qarşıda dayandı. Bu düyməli, yəni sözün kökü düymədir. Düymədən düyməli necə? Burada isə sözün kökü düydür. Malı-məli isə hansıdır? Vacib şəklinin şəkilçisidir. Deməli, baxaq. Birinci bizə nə isə doğrunun altına doğru, yanlışın altına yanlışı seçməliyik biz. Doğrudur, vacib şəklində də, bəli, indici dedik ki, düyməli hansı şəkildədir? Vacib şəkildədir, bu düzgün fikirdir. Gələcək zaman məzmunu feil sifət. Uşaq, bu feil sifət deyil, bu düymə sözündən düyməli sifət yaranır. Ona görə ikinci variant səhvdir. 2 olan variantları çıxırıq, çünki mənim işimə yaramır. Deməli, 1, 3, 3-ə baxırıq. Quruluşca düzəltmədir. İkinci cümlədəki düyməli, bəli, quruluşa düzəltmə, bu da mənim işimə yarır. Məlum növdədə baxırıq, növ şəkilçisi yoxdur. Deməli, şəkilçi yoxdursa, bu məlum növdədir. Bu fikir düzdür, amma mənim işimə yaramır. Ona görə götürmür. Çünki yanlışın altından yanlışı seçməliyəm. Düzəltmə feildir. Səhvdir. Bu sadə feildir. Ona görə bunu götürürük. Məsbə şəkilçisi işlənibdir. Düyməli sifəti məsbə şəkilçisini işləməkdir. Ona görə bunu da götürürük. Deməli, cavabımız nə oldu? 1, 3, 5, 6. Uyğunu müəyyən edin. Yazılışı deyişi arasında fərq yoxdur. Yazılışı deyişi arasında 2 fərqli məqam var. Yazılışı deyişi arasında 3 fərqli məqam var. İlk əvvəl mütləq biz bunun düzgün tələffüz formasının qabağına yazırıq. Deməli, dos, yana, nə baş verdi? T samiti düşdü. Dərinlik. Deməli, l-nıya keçdi. L-nıya keçir. K-da xışdırıq oldu. Şəffaf olduğu kimi qalır. Dəyişmir. Deməli, egoistcəsinə, egoistcəsinə. Burada T düşdü. O ilə I arasına Y əlavə olundu. O da A'ya keçdi. Deməli, burada da ləçəkli neçə dənədir? Ləçəkli burada da 1'dir. Deməli, qabağına yazırıq. Burada oldu 1, burada oldu 2, burada 0, burada oldu 3, burada da oldu 1. Deməli, mənə nə lazımdır? Yazılış deyişi arasında fərq yoxdur. Yəni, C getdi 1'ə. Yazılış deyişi arasında 2 fərqli məqam var. 2 olan bizdə B'dir. Sonra yazılış deyiliş arasında 3 fərqli məqam var. 3 fərqli məqamda olan mənə D'dir. Deməli, 1C, 2B, 3 də D. Deməli, cavabımız C variantıdır. Sonra hal şəkilçi əvəzliklərin məna növünü, hal şəkilçilərin əvəzliklərin məna növünə görə düzgün ardıcılığı müəyyən edin deyir. Məndə nə istəyir? Əvəzlik istəyir və hal şəkilçili istəyir. Bax, birinci əvəzliklərə tapaq, sonra hal şəkilçi qəbul edib etmədiyini nəzər yetirək. Sabah babam qonaqları onlara aparacaq. Deməli, onlara bu nədir? Şəxsdir. Deməli, Əhməd dayı bundan xəbərsiz qonşusunun qətlə yetirildiyini bağçanın önünə gəlir. Burada bundandır işarə. Kim bu dəhşətli hadisəni törətdi? Kim əlini qana buladı? Burada kim və bu var. Deməli, burada var sual işarə. Sonra hər iki cəngavər birdən-birə meydana atılır, düşməni məğlub edir. Burada hər təyini Qafar kişinin oğlunun yersiz hərəkəti hamının qəzəbinə səbəb oldu. Hamıda oldu qeyri-müəyyən. Deməli, şəxs var, işarə və sual işarə, təyini qeyri-müəyyən. Baxaq indi hal şəkilçisi olan hansıdır? Sabah babam qonaqları onlara. Hara onlara? Burada yönlük var. Okay, mənim işimə yarayır. Əhməd dayı bundan xəbərsiz
Qonşunun qətlə yetirildiyi bağçanın önünə gəlir. Bundan çıxışlıqdır. Yönlük, çıxışlıq. Kim bu dəhşətli? Kimdə də şəkilçi yoxdur, burada da yoxdur, kimdə də yoxdur, burada deməli yoxdur. Hər iki cəngavər təyinlidir və burada da nə yoxdur? Hal şəkilçisi yoxdur. Qafar kişinin oğlunun yersiz hərəkəti hamının da burada nədir? Yiyəlik hal şəkilçisi qəbul etmişdir. Deməli, yönlü çıxışlıq yiyəlik. Nə oldu bizdə? Birinci gəldi şəxs, yəni 2, 1 və 3. 2, 1 və 3 cavabımız oldu. Y variantı. Sonra gəldik 38. Gəlsənə bugün kəndə tərəf gedək cümləsində birinci sözdən sonra vergül qoyulsa nə baş verir? Deməli biz bilirik ki, gəlsənə bugün kəndə gedək. Burada gəlsənə ədatdır. Əgər mən bura vergül qoysamsa belə bir şey baş verir. Gəl feil olur, sana sənə isə ədat olur burada. Deməli, nə dəyişər? Cümlənin qrammatik əsasının sayı. Qrammatik əsasının sayı nə deməkdir? Yəni, mübtəda ilə xəbər. Burada bu xəbər olur, bəli, düzdür, dəyişər. Cümlə üzvlərinin sayı, bəli, dəyişər. Bayaq bu ədat idi, cümlə üzvü deyildi. Amma indi isə feil olduğuna görə nə olur? Cümlə üzvü olur. Deməli, nə baş verir? Cümlə üzvlərinin sayı dəyişər, düzdür. Həm leksik, həm qrammatik mənası olan sözün sayı dəyişər. Bəli, düzdür. Burada gəl nə oldu? Feil oldu. Həm leksik, həm qrammatik mənası var. Ona görə bu da fikir düzdür. Dəyişməz cümlənin quruluşu növü. Cümlənin quruluşu növü dəyişir. Bayaq sadə cümlə isə indi mürəkkəb cümlə olur. Ona görə də bu fikir səhvdir. Mənim işimə yaramır. 5-ə baxırım. Mövcud xəbərin ifadə vasitəsinin quruluşu. Mövcud xəbərin ifadə vasitəsinin quruluşu dəyişmir. Çünki burada bizim bundan işimiz yoxdur. Köməkçi indekslərin sayı dəyişmir. Çünki burada yenə də nə var? Ədat var. Ona görə də cavabımız nə oldu? 1, 3, 5, 6 cavabımız oldu. D variantı. Hansı variantda altına xətt çəkilmiş sözlər qrammatik mənası eynidir? Yəni, qrammatik mənası eynidir. Nə deməkdir? Eyni nitq hissəsi olmalıdır. Eyni nitq hissəsi. Deməli, baxırıq, qabaq sıralar boş idi. Hansı sıralar qabaq sıralar? Səndən qabaq ona səsləndim. Nə zaman səndən qabaq? Buradakı nədir? Köməkçi nitq hissəsidir. Birincisi isə nədir? Əsas nitq hissəsidir. Deməli, bu bizim işimizə yaramır. Oğlan evə sarı addımladı. Burada nədir? Qoşmadır. Yəni, yenə də köməkçi nitq hissəsidir. Burada isə nədir? Əvəzlikdir. Deməli, əsas nitq hissəsi bu da olmaz. O sənin tək mühəndis olmaq istəyir. Uşaqca ağlın yoxdur. Sənin tək sənin kimi. Burada da yenə qoşmadır. Yəni, köməkçi nitq hissəsidir. Uşaqca uşaq qədər. Burada da nədir? Qoşmadır. Deməli, bu mənim cavabım olur. Amma yenə də sona qədər baxaq. Mən əsasən hər şeyi bilirəm. Əsasən burada nədir? Modal sözdür. Köməkçi nitq hissəsində modal sözdür. Mövzuya əsasən müzakirə aparıldı. Burada da əsasən də, amma buradakı əsasən qoşmadır. Ona görə yenə mənim işimə yaramır. Çünki eyni nitq hissəsi olmalıdır. O sakitcə bu işi həll etdi. Buradakı cacə sifətdən zərf düzələn şəkilçidir. Yəni, leksik şəkilçidir. Buradakı isə quruluşuna görə. Burada isə qoşmadır. Ona görə də yenə mənim cavabıma uyğun deyil. Deməli, cavabım C oldu. Cümlələrin birində feili birləşmə ismi birləşmənin daxilində işlənibdir. Deməli, baxırıq. Hazır şəkildə getmək daha yaxşıdır. Buradakı feili birləşməmiz nədir? Hazır şəkildə getmək. Feili birləşmə deyil, ismi birləşmənin daxilindədir. Burada feili birləşməmiz var, ismi birləşməmiz yoxdur. Aylin anasından küsərək yorğanı başına çəkdi. Nə etdi? Başına çəkdi. Kim Aylin? Nəyi? Yorğanı? Necə? Tərzi anasından küsərək. Deməli, mənim burada feili birləşməm var, amma ismi birləşmənin daxilində deyil. Ona görə bu da mənim işimə yaramır. Bu dünya durduqca o da var olsun. Bu dünya durduqca. Burada da dünya durduqca var, amma bu da nəyinsə ismi birləşmənin daxilində deyil. Ona görə bu da mənim işimə yaramır. Onu gözləri yaşlı gələrkən gördüm. Nə etdim? Gördüm. Necə, nə tərzi? Gözləri yaşlı gələrkən. Burada da feili bağlama var, amma bu da ismi birləşmənin tərkibində deyil. Ona görə bunu da götürmürük. Bu sənin tələbə olanda çəkdiyin şəklindir. Burada baxın, bütöv şəkildə nədir? Üçüncünün təyini söz birləşməsidir. Bu nədir?
Bu sənin tələbə olanda çəkdiyin şəkildir. Sənin şəklindirdi burada. Sənin şəklindir və arasına nə əlavə olub tələbə olanda çəkdiyin. Deməli, feili birləşmə ismi birləşmənin içindədir. Ona görə cavabımız Y variantı.